Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 37 yaşlı Nail Ağabalayev saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Stop Narkotikaza bildirilib ki, həmin şəxsdən 1 kiloqram heroin, 1 kiloqram marixuana, 1 ədəd Makarov markalı silah və patronlar aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildiyini və Xaçmaz rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. Böyle içeri girəndə göy qapı görəcəksən, bax, göy qapının qırağındadır. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.